İşlerin necədir, ay dədə? Dənizdən bir şey çıxır? Dəniz daha mənim deyil, bala. Dəniz sizindir. Buruqları düzmüşsünüz yan yana, dənizdə balıq qalar. Qayığımı satıram. Niyə? Neynirəm o qayığı? Doğrumu aparmayacağım ki. Dənizdən bir şey çıxmır, ey bala. İndi nöğütün devranıdır. Çöldü biyaban pes eləmədi. Deyir, indi də dənizin dibindən nöğüt çıxaracağım. Heç bilirsən, neft nədir? Qızıldır neft. Sən meynədən danışırsan. Sənin deməyindən belə çıxır ki, babalarımızın zəhməti puç olmuş. Heç babanın yeridir. Nə görüb axı sənin baban? Dedə, neft buraları dəyişdirəcək. Yekə, iri şəhər salınacaq. Şəhər, hər. O dey arvadlar danışırlar ki, qumlu yurtda nöğüt tapılır. İndi mazut əlindən dənizdə paltar yumaq olmur. Neft çıxan yerdə deyirsiniz mazut olmasın? Əlbəttə, əlbəttə. Bir gör. Kimdir? Deyəsən, mən azmışam. Fatma xalagilin evini tanımırsınız. Sizsiz? Siz məni tanıyırsınız? Dünən görmüşdüm sizi, qayalıqda. Mən bugün də işləyirdim. Heç bilmədim qaranlıq haçan düşdü. İndi də deyəsən azmışam. Nə olar? Ötürürəm sizi. Çox sağ olun. Gedək. Bugün qəribə bir şey tapmışam, baxın. Niyə elə tutursunuz? O cür eşitməzsiniz. Eşidirəm. Dəniz səsi. Siz Bakıdansınız? Yox, buralıyam. Bakıda oxumuşam. Neftçiyəm. Kamil. Sevdə. O da sizin ev. Hə, indi tanıdım. Çox sağ olun. Sizə əziyyət oldu. Gecəz xeyrə qalsın. Xeyrə qarşı. Kim idi? O rəssam qızıdır. Azmışdı. Nə fikirləşirsən? Heç. Yenə də olsun. Heç belə öz işim haqqında. Necə məyər?